Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Hər birinizi mübarək Ramazan ayının bu günündə xoş gördük. Allah oruclarınızı, dualarınızı qəbul eləsin. Mübarək Ramazan ayının bu günündə Allah üçün yaşamaq haqqında danışmaq istəyirəm. İnsanın ömrü o zaman bərəkətli olur ki, pak olur ki, İnsan o zaman pak həyata sahib olur ki, yaşayışı, həyatı Allah üçün olsun, Allah üçün yaşasın. İbadəti Allah üçün olsun, işi Allah üçün olsun, ruzi qazanması, münasibətləri Allah üçün olsun, ailəsi ilə, dostları ilə, ətrafı ilə münasibətləri, hamısı Allah üçün olsun və bunların hamısında Allahın razılığını qazanmaq niyyəti olsun. Belə olarsa insanın həyatı pak olar, insanın salih əməlləri qəbul olar. Quran-ı-Kərimə baxanda görürük ki, Quran ayəsi bizə belə buyurur: mömin halda, imanlı halda, istər kişi olsun, istər qadın olsun, kim salih əməl yerinə yetirərsə, biz onu pak həyatla dirildərik. Həyatı pak olar, dirilər, ona dirilik verərik. Qəlbi dirilər, diri şəkildə yaşayar. Və yaxud da Quran-ı Kərimdə ayə var: Qul innə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. De, mənim namazım, qurbanım, həyatım, yaşayışım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Baxın, insan üçün nə böyük şərafətdir bu, nə böyük fəzilətdir bu. İnsanın namazı xalis şəkildə olsun, Allah üçün olsun. Qurbanı, bütün sədəqəsi, bütün fədakarlıqları, qurban indi bir nümunədir, bir predmetdir verilib. Amma insanın bütün salih əməlləri, Allah yolunda sərf etdiyi bütün malı, xərci, hər bir şeyi Allah üçün olsun, xalis şəkildə olsun. Həyatı ümumiyyətlə yaşayışı Allah üçün olsun. Mən Allah üçün yaşayıram. Allahın razılığını qazanmaq üçün yaşayıram. Və ölümüm Allah üçündür. Axırda da pak şəkildə mən ruhumu Allaha təslim eləyirəm. Ən böyük hünər budur ki, insanın axır aqibəti xeyirli olsun və Allahın əmanət olaraq bizə verdiyi bu ruhu pak şəkildə Allaha qaytara bilək. Hədis-i qüdsidə var. Həzrət Musa əleyhissalam Allahdan soruşur ki, hədisin məzmunu belədir: sənin nəzərində ən hünərli adam kimdir? Allahdan bunu soruşdu. Allah cavab verdi ki, ya Musa, mənim nəzərimdə hünərli insan o insandır ki, mənim verdiyim ruhu pak şəkildə mənə qaytarsın. Ən hünərli insan budur. Oradan da ömrün nəticəsidir. Bir ömrün, insan ömrünün nəticəsi budur. Və insanın sonda bütün yaşayışına qiymət onun əsasında verilir ki, mən ruhumu Allaha hansı şəkildə təslim elədim, hansı şəkildə qaytardım, pak şəkildə qaytardım. Yoxsa onu çirkləndirdim, onu qaraltdım, onu bulaşdırdım, bütün çirklərə o şəkildə qaytardım. Ömrün nəticəsi budur. Baxın, pak insanlar həyatları da pak olur, pak şəkildə yaşayırlar və o şəkildə öz ruhlarını Allaha təslim edirlər. Hünərli insan o insanlardır. Belə adamlardır ki, ruhlarını pak şəkildə Allaha qaytarırlar, Allaha təslim edirlər. Mənim namazım Allah üçün olsun, qurbanlığım Allah üçün olsun, yaşayışım və ölümüm Allah üçün olsun. Həyatda insan təqvalı yaşasın. Təqva üzərində ömrün sürsün. Təqva mühüm məsələdir. Təqva insanı xoşbəxt eləyir, xoşbəxtliyə çatdırır. Allahın yanında insanı əziz eləyir. İnnə əkrəməkum indəllah ətqakum. Sizin ən hörmətliniz, ən əziz olanınız Allah yanında ən təqvalı olanınızdır. Təqva insanı bu mərtəbəyə çatdırır. Və hətta hədisdə var ki, bir nəfər gəldi İmam Həsən əleyhissalamın yanına.
İmam Həsən əleyhissalamdan sual soruşdu. Soruşdu ki, qızımı necə kişiyə ərə verim? Yəni hansı xüsusiyyətə malik olsun? Necə kişiyə ərə verim? İmam buyurdu, təqvalı olana ərə ver. Soruşdu ki, başqa hansı xüsusiyyəti olsun? İmam buyurdu, elə bu, təqvalı olsun. Bir xüsusiyyət. Soruşdu ki, təqvalı olmaq kifayət edir? İmam buyurdu, bəli. Çünki sənin qızın ya yaxşı, ya da pis qızdır. Yəni xasiyyətcə, daxili, mənəvi baxımdan ya yaxşıdır, ya da pis. Əgər pis qız olsa, yalnız təqvalı kişi ona dözəcək. Onun xasiyyətinə ancaq təqvalı kişi dözə biləcək. Başqaları sənin qızına dözə bilməz. Niyə dözməlidir ki? Niyə dözməlidirlər ki? Əgər qızın yaxşı insan olsa, təqvalı kişi ona təşəkkür edəcək. Onun ədəbinə, onun xüsusiyyətlərinə, onun zahiri və daxili gözəlliklərinə görə, onun həyat yoldaşı ilə qurduğu münasibətlərə görə təşəkkür edəcək və qədrini biləcək. Ona görə də təqvalı insana İmam buyurur ki, qızını ver. Belə olarsa, hər ikisinin həyatı pak olacaq, hər ikisinin həyatı gözəl olacaq. Allah üçün yaşayacaqlar, Allahın razılığını qazanmaq üçün yaşayacaqlar. Baxın, belədir, ailə həyatı da belədir. Ailə həyatı quranda da insan bu düşüncə ilə qurmalıdır ki, bir-birimizə Allaha doğru gedən bu yolda yardımcı olaq, kömək eləyək. Həzrət Əli əleyhissalam hədisdə var ki, xanım Fatimə Zəhra salamun əleyhə barəsində buyurur. Ni'məl aun əla taətillah. Allaha itaət yolunda nə gözəl köməkçi idi. Həzrət Fatimə həyat yoldaşı idi də Əli əleyhissalam. Əli əleyhissalam buyurur, Allaha itaət yolunda nə gözəl köməkçi idi mənə. Ona görə də əslində bütün münasibətlər, ailə münasibəti də belə Allahın razılığını qazanmaq üçün olmalıdır. Hər bir insan Allaha doğru bu yolu gedir. Allaha doğru bir seyirdəyik. Və bu yolda hər birimiz əl-ələ verib köməkçi olmalıyıq. Allaha doğru gedən bu yolda bir-birimizə köməkçi olmalıyıq və həyatımızı paklıq üzərində qurmalıyıq. Allahın razılığını qazanmaq üzərində qurmalıyıq. Mübarək Ramazan ayı da bizə bunu xatırladır. Bu işdə bizə kömək edir. Bunun təcrübəsini yaşayırıq mübarək Ramazan ayında. Allah bizləri həyatı pak olan bəndələrdən qərar versin və Allahın razılığını qazanmaq üçün yaşayan bəndələrdən qərar versin. Bugünkü söhbətimiz bu qədər. Növbəti söhbətlərimizdə görüşənədək. Sağ olun.